Nə üçün İmam Həsən əleyhissalam söz salışı bağladı, amma İmam Hüseyn əleyhissalam qiyam etdi? Bu sualın cavabını bu iki imamın yaşadığı dövrlərin müxtəlif siyasi vəziyyətində, həmçinin Muaviyyə ilə Yezidin fərqli cəhətlərində və rəftarlarında axtarmaq lazımdır. İndi isə Muaviyyə ilə Yezidin fərqli cəhətlərindən bəzilərini nəzərinizə çatdırırıq. Muaviyyənin hiyləgərliyi. İslam xilafətini əslində Bəni Üməyyə sülaləsi şahənşahlığına çevirən Muaviyyə öz mövqeyini cəmaatdan, xüsusilə də Şam cəmaatından gizlətmək üçün ictimaiyyətdə, eləcə də öz sarayında bir sıra İslam qanunlarının qorunmasına və icrasına səy göstərirdi. O yaxşı bilirdi ki, müsəlmanlara din adına hökmdarlıq edir və buna görə də xalq onu həmin dinə qarşı çıxdığını görməməlidir. Cəmaatın gözündən kənarda və pərdə arxasında isə öz yaramazlıqlarından qalmırdı. Muaviyyə ictimai çətinlikləri də siyasət və tədbirlə aradan qaldırırdı. Halbuki oğlu Yezidin belə güclü siyasəti yox idi. Elə bu iki səbəbə görə Muaviyyənin hakimiyyəti dövründə qiyamın qəti qələbə ilə nəticələnəcəyi sual altında idi. Çünki o dönəmdə müsəlman cəmiyyətinin böyük əksəriyyəti Muaviyyənin mövqeyini hələ də lazımınca dərk etməmişdi və buna görə də İmam Həsən əleyhissalamın Bəni Üməyyə əleyhinə qiyamını düzgün dəyərləndirməyəcəkdi. Bəlkə də onlar İmam Həsən əleyhissalamın Muaviyyəyə qarşı mübarizəsini haqqın batıla qarşı mübarizəsi kimi deyil, hakimiyyət uğrunda aparılan siyasi mübarizə hesab edəcəkdilər.